Herkese selamlar. Bu dersimizde tuple ve tuple metodları hakkında danışacağız. İlk önce tuple nedir ve necə istifadə olunur onu öğreneceğiz. Tuple Python'da dəyişdirilə sıralı, yəni indekslənən, təkrarlamaya icazə verən verilənlər tipidir. Tuple'lar bildiyimiz mötərizələr vasitəsilə yaradılır. Əgər biz mötərizə daxilində bir və yaxud da bir neçə məlumat daxil etdikdə, Python artıq bunu tuple verilənlər tipində qəbul edir. Tuple listdən fərqli olaraq dəyişdirilə bilməz. Yəni biz bir tuple e, dəyişəni yaratsaq, daha sonra ona bir element əlavə etmək və yaxud da ondakı hansısa bir elementi silməyimiz mümkün deyil. Bu o deməkdir ki, bir dəfə tuple yaradıldıqdan sonra onun daxilindəki elementləri silmək, əlavə etmək və yaxud da dəyişdirmək mümkün olmur. Tuple'da fərqli verilənlər tipindən olan elementlər saxlamaq mümkündür. Yəni eyni anda string, integer və yaxud da boolean type saxlaya bilərik. Bir tuple yaradaq. Mötərizələr daxilində yazmağımız kifayətdir ki, onu tuple etsin və yaxud da bunu başqa bir şəkildə də yarada bilərik. Tuple funksiyasından istifadə edərək bu özü də həmin bu elementləri daxilində yazdıqda tuple olaraq yaradır. Biz indi type-una baxsaq, yaratdığımız dəyişənin bu zaman görək ki, bizə tuple olaraq verdi. Burada fərqli tiplərdən də istifadə edə bilərik. Bu da artıq tuple olaraq qəbul olundu. Tuple'larda dəyişdirilə bilmədiyi üçün yalnızca bir neçə metod var. Bunlardan biri count metodudur. Hansı ki, daxil etdiyimiz elementin tuple'ın daxilində neçə dəfə təkrarlandığını tapmağa icazə verir. Biz burada yeni bir tuple yaradaq. Və count'un görmək üçün count deyək. Sayını tapmaq istədiyimiz elementi daxil edirik və bu qədər. Bu zaman bizə 3 olaraq qaytarmalıdır. Çünki bizim tuple'ımızın daxilində bir elementi 3 dəfə təkrarlanıb. Kompüter, yəni daha doğrusu Python true'nu da 1 olaraq qəbul edir. Gördüyünüz kimi 3 dəfə bizə qaytardı. Əgər biz burada 1 deyil də 0 desək, 0 elementini tapsın. Bu zaman 0 elementi tuple'ımızın daxilində yoxdur və bizə geri dönüş olaraq 0 qaytarır. Yəni tapılmadı. Tuple'larda indeksləmə də mövcuddur. Hansı ki, biz deyirdik sıralıdır. Bu listlərə oxşardır. Məsələn, biz tuple 2-də desək ki, mən birinci elementi görmək istəyirəm. Bu zaman bizə 2-ni qaytarır. Tuple'larda da indeksləmə listlərdəki kimi 0-dan başlayır. 0, 1, 2, 3, 4 olaraq gedir. Biz burada 1 dedikdə 0, birinci element bizə bunu qaytarır. Aralıq olaraq da götürə bilərik. Mən birincidən başlayıram. 3-cü indeksə qədər istəyirəm. Burada 1-dən başlayaraq hamısını qaytarır. Amma 3-cü indeksi artıq bizə qaytarmır. Bu zaman 0, 1. Yəni 2-dən başlayır. 2, 3. 2 ilə 3-ü bizə qaytarır, amma 3-cü indeksdə olan biri bizə artıq qaytarmır. Gördüyünüz kimi 2 ilə 3-ü qaytardı.
Bəs burada desək, burada da mənfi indeksleme etmək istəsək necə olar? Mən mənfi 3-dən sonrasını görmək istəyirəm. Bu zaman buradan başlayaraq mənfi 1, mənfi 2, mənfi 3. Mənfi 3-dən başlayır və bu tərəfə doğru hamısını qaytarır. Gördüyünüz kimi hamısını qaytardı. Bəs indeks metodu nədir? Hansı ki biz indeks metodu ilə onun daxilində verdiyimiz elementin indeksini alırıq. Məsələn, biz burada meyvələr indeks desək, biz almanın indeksini tapmaq istəyirik. Bizə 0, 1. Bir qaytarılmalıdır. İndeks metodu verilmiş elementin ilk dəfə hansı indeksdə yerləşdiyini tapmağa kömək edir. Yəni burada alma əgər 2-3 dənə olsaydı, bu zaman ilk gördüyünün indeksini bizə qaytaracaqdı. Digər bir funksiyamız len funksiyasıdır. Len funksiyası daxil etdiyimiz dəyişənin uzunluğunu, yəni neçə elementdən ibarət olduğunu bizə qaytarır. Bizim burada 8 dənə elementimiz var və uzunluq olaraq da 8 qaytardı. Len funksiyası ilə hər hansı istədiyimiz obyektin uzunluğunu tapmaq üçün istifadə edə bilərik. Buna list, tuple, string, set də daxildir. Digər bir tuple'larla bağlı əməliyyatımız isə packing unpacking'dir. Tuple'larda biz yaratdıqdan sonra heç bir dəyişiklik edə bilmərik. Bu bir növ packing'dir. Hansı ki Python'da bu packing adlanır. Unpacking isə bunun tərsidir. Yəni biz tuple'ın daxilindəki elementləri dəyişənlərə mənimsədə bilərik. Eyni anda bir neçə dəyişənə mənimsədə bilərik. Bunun ilk sadə nümunəsini belə göstərək. X, Y, Z deyə bizim dəyişənlərimiz var və biz onlara bir dəyişən veririk. Sadəcə ilk növbədə rahat olsun deyə 3 dənə ilə başlayaq. Bizim bir tuple'ımız var. 3 elementdən ibarətdir və mən 3 dənə dəyişən yaradıb ona bunları mənimsədirəm. Bu zaman X üzüm olur, hansı ki ilk mənimsətdiyimiz, Y alma olacaq, Z isə armud olacaq. Buna biz unpacking deyirik, hansı ki tuple'ın içərisindəki elementləri dəyişənlərə mənimsədirik. Sadəcə burada gördüyünüz kimi 3 dənə elementimiz var və 3 dənə dəyişənimiz var. Sırayla onları bir-birinə mənimsətdi. Bəs bizim elementlərimizin sayı dəyişənlərimizin sayından çox olsaydı necə olardı? Bu zaman asterisk deyilən, hansı ki ulduz işarəsindən istifadə edirik. Hansı ki X və Y-yə üzüm və almanı verir. Qalan bütün məlumatları list halına salaraq sonuncusuna mənimsədir. Baxın, Y, Z alma olaraq qaldı, amma Z-də gördüyünüz kimi list olaraq verdi. Bu asterisk işarəsini digərində də yaza bilərik. Yəni o bizdən asılı bir şeydir. Mən Y-min list halında olmasını istəyirəm. Bu zaman necə olacaq? X-ə gəlir bir elementimizdə üzümü verdi. Daha sonra sayı nəzərə alaraq Y-i götürdü və sonda bircə mangonu Z-ə saxladı. X-imiz yenidən üzüm olur. Y-imiz list. Z-imiz isə mango.
Bu tabloun içindəki hər bir elementi birbaşa fərqli dəyişənlərə atmağa imkan verir. Listlərdən danışdıq. Biz demişdik ki, tuple'larda element əlavə etmək və yaxud da silmək mümkün deyil. Amma bunu dolayı yolla etmək mümkündür. Yəni, mən tuple-mu list halına çevirə bilərəm. Bizim tuple ikimiz bu formadadır. Mən onu list edirəm. Məsələn, list, burada da tuple-mun adını yazsam. Artıq mən onun daxilində istədiyim əməliyyatları edə bilərəm. Məsələn, mən burada ilk elementimi dəyişmək istəyirəm. Ona 10 vermək istəyirəm. Bu zaman gördüyünüz kimi ondan əvəz olundu. Və bunu yenidən tuple formasına çevirirəm, formatına çevirirəm. Bunun üçün isə deyirəm ki, tuple 2 bərabərdir tuple numbers. Və yenidən baxsam, artıq tuple içini bir növ update etmiş olurum. Sadəcə bu biraz daha dolayı yoldur və daha uzun bir formadır. Tuple'larda ümumiyyətlə silmək üçün del funksiyası var, hansı ki bu dəyişəni ümumiyyətlə silir. Lakin unutmayaq ki, tuple'larda dəyişdirilə bilməyən olduğu üçün onun elementlərini birbaşa dəyişdirmək və ya silmək mümkün deyil. Amma bu funksiya tuple'ı tamamilə silmək üçün istifadə olunur. Məsələn, mən burada tuple 2 desəm, artıq mənim dəyişənim silindi və mən tuple 2-ni çağırdıqda errorla qarşılaşacağam. Bir nüansı daha qeyd etmək istəyirəm. Tuple bir elementdən ibarət olduqda necə olur? Əgər siz yeni bir tuple yaratmaq istəyirsiniz və o bir elementdən ibarətdir, məsələn, bu tuple olmayacaq. Bunun tuple olması üçün sonunda vergül işarəsi qoymalısınız. Tuple'larda belə bir şey var ki, əgər siz tək elementdən ibarət dəyişən yaratmaq istəyirsinizsə, sonunda vergül işarəsini qoymalısınız ki, Python onu tuple olaraq qəbul etsin. Biz bunu 2 dənə yaradaq, o zaman daha fərqi aydın görmək üçün. Birinin sonunda vergül qoymuruq, amma birinin sonunda isə vergül işarəsi qoyuruq və onların type-ına baxaq. İlki bizə tuple olaraq verdi, amma ikincisini string olaraq qaytarır. Çünki Python bunu string olaraq görür, mötərizə daxilində olsa da. Üçüncü dərsimizdə tuple'lar, onların metodları, necə dəyişdirə bilərik, onları öyrəndik. Tuple'lar sırasız dəyişdirilə bilməyən verilənlər tipidir və bir çox hallarda sabit məlumatları saxlamaq üçün istifadə olunur. Pythonda bu verilənlər tipi həm sadə, həm də effektiv şəkildə məlumatları qorumağa imkan verir.